Շուշի հայկական անառիկ Ermeni alınmaz qala şəhəri Arçaxın ürəyi və strateji yüksəkliyi. 2020-ci ilin payızı Ermeni xalqının tarixində ən qədar şəhifələrdən biri oldu və onun faciəvi zirvəsi alınma Şuşinin sükutu oldu. Ermeni qalası necə və hansı şəraitdə sükut etdi və onu müdafiə etməli olanlar o günlərdə hansı bəyanatlarla çıxış edirdilər. Պատերազմի արդեն Müharibənin artıq 40-cı günü oktyabrın 29-da təhlükəni hiss edən Artsaq prezidenti Arayik Harutyunyan şəhərin əhəmiyyətini vurğulayaraq xalqa müraciət etdi. Tsunamին գտնում է այստեղից ընդամենը մի քանի կիլոմետր հեռավորության վրա. Düşmən buradan cəmi bir neçə kilometr, maksimum 5 kilometr məsafədədir. Düşmənin əsas məqsədi Şuşunu ələ keçirməkdir. Günlər ərzində cəbhədə dönüş yaratmalı və düşməni Şuşanın qapılarında cəzalandırmalıyıq. Qələbə bizim olacaq. Mən qələbəyə inanıram. Նոյեմբերի 4-ին Noyabrın 4'de Azərbaycan qüvvələri Şuşi istiqamətində əsas hücuma başladılar. Noyabrın 7-də sübh tezdən təxribat qrupları artıq şəhərin yaxınlığında idi. Հարձակվեցին ժամը 3:20. Hücum ayın 4'ü saat 3:20'də başladı. Döyüş başladı. 8,5 saat döyüşdükdən sonra Səngərdə 2 şəhid verdik. Biri qardaşım Andranik Sarksyan, digəri isə Armo Madatyan idi. Müdafiə artıq mümkün olmadığı üçün qumbara atırdılar. Oğlanlar çıxdılar. Onlar İsa bulağı ilə əyildilər. Oradan Stepanakert tərəfə hərəkət etdilər. Lakin məqsədləri Şuşiyə gəlmək idi. Չնայած պաշտոնական Hər şeyin qaydasında olduğuna dair rəsmi bəyanatlara baxmayaraq Şuşinin küncdə Erməni könüllüləri və hərbçiləri Azərbaycan tanklarına və sayca onlardan bir neçə dəfə üstün olan Yaşma hərbi birləşməsinin əskərlərinə qarşı vuruşdurular. Եկան ու ներքևի ճանապարհով Ստեփան. Onlar Şuşunun aşağı yolu ilə gəldilər. Noyabrın 5-də saat 6 radələrində 2 yaşma dəstəsi Şuşuya daxil oldu. Şuşi döyüşləri başladı. Yaxşı döyüş oldu. Döyüşsüz təslim olduqları barədə şayələr var, amma bizimkilər vuruşdular. O günlərdə dəqiq məlumat vermək yükü qismən Artsaq prezidentinin o zamanki müşaviri David Babayanın üzərinə düşürdü. Şuşi döyüş meydanına çevrilib. Orada çox şiddətli döyüşlər gedir. Hazırda status haqqında danışmaq tezdir. Deyə bilərik ki, orada müxtəlif səviyyələrdə çox inadkar döyüşlər gedir. Həm döyüşlər, həm artilleriya işləyib, həm də digər silahlar. Bu bəyanatla paralel olaraq Yerevandan olan rəsmilər şəhərin etibarlı müdafiə altında olduğuna inandırmağa davam edirdilər. Ինչ վերաբերում է Շուշի քաղաքի մերձակա համայնքների, անտառների Şuşi şəhəri ətrafındakı icmalara, meşələrdəki təxribat qruplarına gəlincə, onlar əsasən silahlı qüvvələrimizin müxtəlif bölmələrinin müqaviməti, mühüm məntəqələrin postları, mühafizə bölmələri ilə qarşılaşaraq uzun müddətli döyüşə girmirlər. Gün ərzində bir neçəsini mühasirəyə almaq, məhv etmək və itkilərə məruz qalaraq həmin mövqedən geri atmaq mümkün olub. Azərbaycan prezidenti deyir ki, həmin qoşunlar Şuşiyə hücum edir. Amma sual yaranır. Necə olur ki, hücum edənləri biz bəzən tapıb məhv etməliyik? Տվյալ դեպքում Ադրբեջանի ռազմաքաղաքական ղեկավարությունը դնում է խորհրդանշական խնդիր. Azərbaycanın hərbi siyasi rəhbərliyi simvolik bir məsələ qoyduqda və onu yerinə yetirmək üçün heç bir itki ilə hesablaşmağa hazır olduqda, o zaman hər hansı bir müharibədə bir təxribat kəşfiyyat qrupunun hər hansı bir yaşayış məntəqəsinə sızması və 1-2 dəqiqəliyə hansısa bir bayraq qaldırması mümkündür. Əgər bayraq qaldırmağın qiyməti həmin bölmələrin tamamilə məhv edilməsidirsə, biz bayraq qaldırmaq cəhdlərinə bu şəkildə cavab verməyə hazırıq. վերջին օրերի Son günlərdəki döyüşlər Şuşidə yoxsa Şuşi uğrunda sualı öz faciəvi cavabını tapdı. Noyabrın 8-də döyüşçülər silahları əllərində şəhəri tərk etmək məcburiyyətində qaldılar. Տղերքը, որ կապ չկար, չգիտեին ինչա կատարվում։ Oğlanların əlaqəsi yox idi. Nə baş verdiyini bilmirdilər. Deyirlər Şuşu verilib, Stepanakert verilib. Oğlanlar deyir bu nə baş verir və salam, artıq Stepanakerti veriblər. Deyirəm yox, mən evdən, Stepanakertdən gəlirəm. Həm deyirəm, həm qışqırıram. Həqiqətən mən Stepanakertdən gəlirəm, belə bir şey yoxdur. Özünüzü yığışdırın, mövqe tuturuq buradan getməyə yerimiz yoxdur.
Belə də etdik. Bir neçə saat qaldıq. Dedilər Şuşu yoxdur. Զինծառայողները ստիպված Hərbçilər mövqələrini tərk etmək məcburiyyətində qaldılar, siyasi rəhbərlik isə tez-tez bir-birinə zid olan və həm Yerevanda, həm də Stepanakerddə ictimaiyyət arasında coşqunluq yaradan bəyanatlar verirdi. Ինչքան ուժեր կար, պետք է ներդրվեր դեպի Շուշի։ Nə qədər güc var idisə, Şuşinin müdafiəsinə yönəldilməli idi. Çünki düşmən düşünürdü ki, Şuşini almaqla dayanacaq. Onun məqsədi o alınmaz qala Şuşini almaq idi. Yəqin ki, bizim tərəfdən düzgün təşkil olunmadığı üçün oldu. Ordu, qoşun iştirak etməli idi. Rəsmi xəbər axını ilə reallıq arasındakı uyğunsuzluq noyabrın 9-da daha da bariz oldu. Yerevandan Nikol Paşinyan Şuşi uğrunda döyüşlərin davam etdiyini bəyan edərkən, Artsaq prezidentinin mətbuat katibi Bahram Boğosyan bunun əksini bildirdi. Şuşi erməni nəzarətindən çıxıb. Hadisələr zənciri Nikol Paşinyanın Yerevandan bəri Şuşi sükut edib deməsinə qədər uzandı. Artsaq prezidenti isə Artsaqı xilas etmək üçün silahı yerə qoyduqlarını bəyan etdi. Şuşin ayı ընկել է եւ Şuşi, bəli, süqut edib və süqutundan sonra 2 dəfə geri almaq və azad etmək cəhdləri olub. Birinci cəhd ümumiyyətlə alınmayıb, ikinci cəhd zamanı bir qrup Şuşiyə daxil olub mövqe tuta bilib, lakin o qrup uğuru inkişaf etdirə bilməyib və mahiyyətcə Şuşi süqut etmiş olaraq qalıb. Նոյեմբերի 8-ին առավոտյան քայլելով Ստեփանակերտի հրապարակում Noyabrın 8-də səhər Stepanakert meydanında gəzərkən həyatımın ən ağır gecələrindən və ən ağır sübhlərindən biri olduğunu qeyd etmişəm. Niyə belə bəyan etmişəm? Çünki noyabrın 7-sində biz Şuşi şəhəri üzərində nəzarəti tamamilə itirmişdik. Döyüşlər Stepanakertin yaxınlığında 2-3 kilometr məsafədə gedirdi. Əgər döyüş əməliyyatları bu templə davam etsəydi, günlər ərzində biz bütün Artsaxı itirəcəkdik. Daha çox qurbanımız olacaqdı. Եթե կազմակերպվեր Շուշի Əgər təşkil olunsaydı, Şuşi alınmazdı mütləq. Elə Karintakda onları məhv etmək olardı. Gorbagor deyirlər. Elə Karintakda bunu etməli idilər. Çünki bizim üçün əlverişli şərait idi. Dağ silsiləsindən baxırdın, ovcunun içində görünürdülər. Գնացինք Մազիկար մունջումը արդեն Getdik. Körpüdə artıq sülhməramlılar idi. Onların qoşunu, onların maşınları qarşımızı kəsirdi. Dedim uzaq durun, bura mənim vətənimdir. Onların maşınlarına vuraraq keçdik. Yolda Şuşunun 3-cü döngəsində bizim tankın yanında bizim oğlanlar dayanmışdılar. Məni tanıyırdılar. Deyirdilər, Sose, nə edirsən, get. Dedim, yox, mən gedib görməliyəm, həqiqətənmi Şuşu verilib. Շուշին տված եմ։ Կարագլուխ Շոշի Բերդ Qarakəllə Şoş qalası ermənilər Şuşini əsrlər boyu alınmaz qala şəhər adlandırıblar. Şuşinin tarixi 2020-ci il müharibəsi ilə başlamayıb və bitmir. Bu kiçik şəhər köçəri tayfalar, türklər, farslar, azərbaycanlılar üçün mübahisə alması müharibə səhnəsi olub, lakin ermənilər üçün vətən olub. Amma 2020-ci ilin noyabrı itkisi fərqlidir. O, bizim öz təşkilatsızlığımızın, çaşqınlığımızın və adlanmağımızın ağrı nəticəsi idi. Şuşinin dərsi bəlkə də biri və o, qala şəhərin hər daşına hək olunub. Düşməni qiymətləndirməmək, öz qüvvələri 2 kat artırmaq və güzəştsiz təşkilatlanmaq təəssüf ki, bu dəfə bizə müvəffiq olmadı. մեր 18-20 տարեկան տղաները կռվել Bizim 18-20 yaşlı oğlanlarımız ölümünə qədər qəhrəmanlıqla vuruşub şəhid oldular. İndi də eynilə. Demirəm ki, bu itib. Oğlanlar var, uşaqlar var ki, həvəslidirlər. Arçaxı verdiyi Ermənistan yaxşı yaşayacaq deyə bir şey olmayacaq. Qarşımızda elə bir düşmən dayanıb ki, o bununla kifayətlənməyəcək. Bizə düşməni qiymətləndirməmək, öz qüvvələrimizi 2 kat artırmaq qalır, ümid edirək ki, tarixin çarxı bir gün dönəcək.